Hər günə bir vlog seriyasına xoş gəlmisiniz. Bugün sizinlə birlikdə gedirik Həzaslanova. Daha doğrusu Həzasınovdan üzü Gənclik Parkı olan istiqamətə. Burada mənim sevimli matcha məkanı Matcha Point kafesi yerləşir. Matcha adi yaşıl çaydan fərqli olaraq tam yarpağın üyüdülmüş haldır. Buna görə də içəndə yalnız çayın suyunu yox, yarpağın özünü də qəbul etmiş olursan. Tərkibində həm kafein, həm də L-teinin adlı maddə var. Bu da enerjini daha sakit və uzunmüddətli hiss etdirdiyi üçün bir çox insan qəhvə yerinə matcha içir. Matcha hazırlamaq sadəcə içki hazırlamaq deyil, meditasiya və sakitlik ritualı sayılır. Daha sonra üz tuturam evə tərəf və Yaponiyadan İtaliya mətbəxinə keçid eləyirik. Evdə olan ərzaqlarla bir pizza hazırlayacağam. Bəziləri pizza deyir, bəziləri isə pizza deyir. Mən pizza deməyə daha üstün tuturam. Xəmiri üçün resept belədir. 500 qram un, 300 ml su, 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər və biraz duz. Təbii ki, yağ da yaddan çıxmasın. Bir yerdən yemək bişirib, digər tərəfdənsə batırdığımız qabları yuyuruq. Pizzanın ana vətəni Naples şəhəridir. 18-19-cu əsrlərdə Napoli kasıbları ucuz və tez hazırlanan yemək kimi üstünə pomidor, pendir və yağ əlavə edib pizza hazırlayırdılar. Ən məşhur pizza növlərindən biri margeritadır. Rəvayətə görə 1889-cu ildə kral ailəsi üçün hazırlanmış və İtaliya bayrağının rənglərini simvolizə etmişdir. Mənim pizzamsa çox olimpiyada halqalarını xatırladır mənə. Bu arada Hepsi qrupunun son mahnısı olan 4 peynirli pizzaya gedib qulaq asarsınız. Mən də John Wick evrənindən olan Ballerina Cappuccino'ya baxaraq pizzamı yeyirəm.